Deməli qızlar, bugün biz danışırıq qorxularım haqqında. Mövzumuzun adı nədir? Mənim qorxularım. Qorxu olmasa nə olar? Bunlar haqqında danışaq. Bizim qorxularımız nədir? Onları müzakirə edirik. Qorxu əslində yeri gəlmək pis bir hissdir. Yəni çünki bəzən qorxu insanı qoruyur. Məsələn, deyək ki, bir yola gedirik, çox uzundur, qaranlıqdır, orada qabağımda düşmanlar çıxır. Biz qorxuruq, onsuz ehtiyat edirik və önləm alırıq da, hər hansı bir şeyə görə. Bu önləmi aldırmağa bizə kömək edən qorxu hissidir. Məncə hər ikisi, çünki məsələn, əgər insan hər şeydə qorxsa, onda məsələn, insan bir dənə stəkan daşımayla da qorxar. Sizcə hamı qorxurmu qızlar? Qorxu hamıda varmı? Və siz düşünürsünüz ki, ümumiyyətlə qorxusuz insan var? Xeyr. Aha, məsələn, nədir sənin qorxu yağmur? Yüksək qorxu. Aha, yağmur yüksəklikdən qorxu. Skafın içində girməkdən qorxuram. Hamamda işıqsız qalmaqdan qorxuram. Sən nədən qorxursan? Məncə bir dənə qorxum yoxdur. Mən də çox şeydən qorxuram. Məsələn, bir yerdə tək qalmaqdan qorxuram. Gecə yatanda qorxuram. Nədən qorxuram? İt olmayan yerdən gedirəm. Yağmur, həkimdən qorxuram, amma bilirəm ki, Sağ ol. bəli, bilirəm ki, sağalacağam. İmtahandan qorxuram, Yaxşı amma hazırlaşmalıyam. suda üzməkdən qorxuram, amma bilirəm ki, Yaxşı üssəm, heç vaxt qorxmaram və mənə heç nə olmaz.